salma çıxması var ki, bizdən yazı yazmışıq. Rahat olun. Qurban olum, ay Allah salamat çıxaq. Bəli, beləcə başladı mənim Qaranohura olan səfərim. Cümlələrimi daha poetik izah etməyə çalışıb mövzuya bir də belə başlamaq istəyirəm. Payızın ən gözəl günlərindən birində ağacların yarpaqlarının qızılı rəngə boyandığı bir vaxtda yolum düşdü İsmayılının görməli yerlərindən biri olan məşhur Qaranohur gölünə. Söhbət dağa çıxmaqdan gedirsə, tək sıxıcı olacağını düşünüb rəfiqələrimi də səfərimə ortaq etdim. Beləliklə, səhəri günəşin şəfəqləri ilə birgə açıb düşdük yola. İlk növbədə son dövrlərdə daha da məşhurlaşan bu göllə bağlı qısa məlumat vermək istəyirəm. Qaranohur gölü Uşaqdağ Milli Parkının İsmayıllı rayonu ərazisində, Böyük Qafqazın ətəklərində Təzəkənd kəndi yaxınlığında, Pirsaatçay hövzəsində dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə qərarlaşan kiçik, lakin mənzərəli göldür. Əsasən yağış və yeraltı sularla qidalanır. Ətrafı sıx meşələrlə örtülüdür. Fındıq və vələs ağaclarına rast gəlmək olar. Hər fəsildə özünə məxsus gözəlliyi olan Qaranohur qış aylarında da donaraq fərqli gözəlliyi ilə göz oxşuyur. Gölün yaranması ilə bağlı müxtəlif versiyalar var. Ehtimal olunur ki, Qaranohur Mezozoy dövrünün sonu və Kaynozoy erasının əvvəlində baş vermiş tektonik proseslər nəticəsində yaranıb. Çay fasiləsi üçün yolüstü bir kafedə ayaq saxladıq. Bu vaxt bizi balaca şirin dostumuz qarşıladı. Həm onunla oynayıb, həm də çayımızı içdikdən sonra vaxt itirmədən yolumuza davam etdik. Qaranohur gölünə çıxmaq üçün başlanğıc olaraq Şahdağ Milli Parkının girişinə yaxınlaşdıq. Həm biletimizi aldıq, həm də gölə qalxmaq üçün sənədə imza atdıqdan sonra macəramız başladı. Dağa günorta vaxtı çıxdığımızdan vaxt itirməmək üçün yolun yarısını maşınla getməyə qərar verdik. Qeyd edim ki, müəyyən məbləğ ödəyib gölə maşınla birbaşa da gedə bilərsiniz. Biz isə maşından düşüb başladıq piyadalar üçün nəzərdə tutulmuş qısa, amma hiking səviyyəsi orta çətin olan dağa dırmanmağa. Əgər sırf hiking üçün gəlirsinizsə, mütləq özünüzlə yuxarı çıxmaq üçün trekking çubuqları götürün. Hava şəraitini nəzərə alın və ona görə geyinin. Yol boyu gah duman, gah da buludla gizlənqaç oynayan günəşi görmək mümkün idi. Təmiz hava adamın ciyərini açırdı. Gölə doğru gedən yolda dağın sürüşkən hissələrinə ağaclara birləşik tutacaq,
Yerin bəzi hissələrinə isə ayaq sürüşməsin deyə daşlardan pilləkəndə düzəltmişdilər. Nə qəşəng görünür mənzərə. Bəli, günəş bizi salamlayır. Günəş bizi salamlayır. Məşəqqətli yollardan sonra gəldik, çatdıq gölə. Bəli, mənim Qaranoğura olan səfərim də beləcə başa çatdı. Düzünü desəm, bu mənim ilk dağ macəram idi. Gələn dəfə isə hara gedəcəyimi bir tək Allah bilir. Hələlik.